Hər birinizi yeni vlogla salamlayıram. Kanalıma və vloguma xoş gəldiniz. Instagramda da Lənkərana getdiyimi qeyd eləmişdim və istədim ki, o gözəl anların hər birini videoya çəkim və vlog halında YouTube kanalımda paylaşım. Bilirəm, artıq hər vlogumda bu sözü deyirəm, amma yenə də sizə xatırlatmaq istəyirəm ki, kanalıma abunə olmağı unutmayın. Bu mənim üçün çox vacibdir. Kanalımda abunəçilərin sayı 372 nəfərdir. Hər biri mənim üçün çox əzizdir. İl sonuna qədər heç olmasa 500 nəfər olun. Yeni il günü özüm üçün belə bir siyahı tutmuşdum ki, orada arzularımı yazam. İstəklərimdən lap birincisi Lənkərana getmək idi. Çünki mən neçə ildir ora getməyə arzulayırdım. Getdiyimizin ilk günü Rəfqəmgilin evində qalmağa qərar verdi. Növbəti günü isə otelə gedəcəkdik. Tərifləmək kimi olmasın, bu kadrda isə yoldaşım bizim üçün sazda pandemırta bişirir. Qızlar həqiqətən orada vaxt keçmirdi. Çünki biz günə səhər saat 4-də başlamışdıq. Gördük ki, vaxt keçmir. Dedik ki, gedək Xanplana gəzək. Nə olur, fısqanı özün əlində saxlasan? Hara getdimsə mütləq surətdə çay sifariş verməliyəm. Çünki mən çaysız dayana bilmirəm. Həm də ki, belə bir mənzərədə çay içmək çox gözəl idi. Yarım şaman çaya çıxalım. Günah kimlədir? Əfər. Gəldi ya. Çox. Gerçi tatan mədir. Getdi. Geçsin şey. Şəhərin səs-küyündən uzaqlaşmaq insana o qədər gözəl təsir eləyir ki, məsələn, şəhərdə olanda bütün günü gündəlik qayğılarla yaşayırsan, burada isə inanırsınız, heç nə haqqında fikirləşmirdim, sanki beynim dinclik tapmışdı. Çox gözəl bəbəş. Allah'ım, bunların şirinliyinə çox qəşəngdir. Gel efendim. Götür. Getdiyimiz restoranın adı isə Şəlalədir. Onu da qeyd edim ki, qızlar heç bir reklam xarakterli deyil. Sadəcə məlumat vermək istədim. Öz büdcəmizlə getmişdik. İndi deyəcəksiniz ki, mən nə qədər eyni kadrlar çəkmişəm, amma qızlar neyiniyim, özümdən asılı deyil. İstəyirdim ki, bütün gözəllikləri siz də görəsiniz. Növbəti gündən hər kəsə salam. Dünən yadımdan çıxmışdı. Vlogu sonlandırmamışdım. İstədim ki, növbəti günümüzdə vlog halında sizinlə bölüşüm. İstirahətimizin ikinci günü isə biz Green Forest otelinə gedirik. Oranı çox bəyəndim. Həm hovuzu var idi, həm də uşaqlar üçün əyləncə zonası. Bu da bizim üçün daha çox əlverişli idi. İstirahəti biz 2 uşaqla getmişdik. İnanırsınız ki, o 2 uşaq o qədər ağladı ki, heç bilmədik ki, necə istirahət elədik. Otelin yerləşdiyi ərazi o qədər gözəl idi ki, hər tərəf yaşıllıq idi. Təsəvvür edin ki, balkondan çölə çıxırsanız sizi belə gözəl bir mənzərə qarşılayır. Deməli qızlar, oteldən, bizim otağımızdan təbiətin mənzərəsi belədir. Bayağı çox qəşəng görünür. Çox bəyəndim buranı. Aşağıda da hovuz var, sadəcə hovuzu göstərmirəm. Axşam ora düşəcək. Bu
Bu arada dırnaqlarımı da göstərim. Deməli, otağın görünüşünü sizə belə göstərim. Burada bir dənə televizor var. Daha sonra əşyalarımızı qoymaq üçün belə bir şkaf var. Şkafın içini açmıram çünki əşyalarımızı artıq yerləşdirmişik. Və biraz əşyalarımız dağınıq vəziyyətdədir. Daha sonra belə bir balkon var. Balkonun yəni mənzərə çox möhtəşəm görünür. Belə şkaf var. Şkafın aşağısında soyuducu var. Su almışdıq, suyu qoymuşduq. Belə yanında 2 dənə də balaca şkaflar var. Yadımdan çıxıb sizə Temudan aldığım eynəklər göstərməmişdim. Bu eynəklər həqiqi can qurtarıcıdır da. Neçə manat almışdım? Səhv eləmirəmsə ikisindən bir yerdə 5 manat vermişdim. Qarasını götürmüşdüm. Belə leopard desenini də götürmüşdüm. Sadəcə üstünə baxmayın, artıq üstü yamanca qalıb. Gəlin birlikdə nə kosmetika gətirmişiksə ona baxaq. Deməli, nə var? Yadınızdadırsa, mən keçən özümə Miss Stacy'nin belə bir ten paletini almışdım. Rəngləri çox qəşəngdir. Artıq görürsünüz ki, istifadə eləmişəm. Can kurtarıcı bir paletdir. Həm də mini çantalıqdır. Rayına falan və ya da başqa yerlər gedəndə götürmək olar. Daha sonra isə Eveline-ın belə bir BB kremi var. Bu da istifadəyə çox yararlıdır. Yəqin mən çox tanıyla vura bilmirəm. Sadəcə siz necə məclisdən məclisə, özəl gündən özəl günə, amma gündəlik həyatımda Eveline-ın bu BB kremindən istifadə edirəm. Nömrəsi də 02-dir. Daha sonra belə bir misillər su gətirmişəm özümlə. Mən bunu Olivier'dən almışdım. Human markasına məxsusdur. Artıq neçə vaxt istifadə edirəm. Fikirlərim yaxşıdır. Əvvəl Garnier'dən istifadə edirdim. Son dönəmlərdə isə bundan istifadə etməyə başlamışam. Nə qədər istifadə edirəm sözünü dedim. Daha sonra Faberlic'in belə bir tuju var məndə. Maskarası var. Yaxşıdır. Kipriklərə yaxşı həcm verir. Daha sonra özüm üçün 2 dənə belə bir dodaq boyası götürmüşəm. Stacy'dən sadəcə belə bir dodaq karandaşı götürmüşəm. Qalanlar isə hamısı fırçalardır. Çünki bilirdim ki, çox makyaj eləməyəcəm. Ona görə də çox şey gətirməmişəm. Saat 9-dur, səhər yeməyinə getməliyik. Burada səhər yeməyinin vaxtı saat 9-dan 11-in yarısına qədərdir. Dedim, yüngülcə makyaj eləyəm. Makyajımda Eveline-dan bu BB kremindən istifadə edəcəm. Xatırlayırsınızsa, keçən dəfə almışdım bunu. Örtücülüyü çox qəşəngdir. Yayda mən tənan istifadə eləmirəm. Sadəcə belə bir kremlərdən istifadə edirəm. Bunun da nömrəsi 02 olmalıdır. Tuj olaraq isə Faberlic'dən əldə elədiyim belə bir tuj var. Kiprikləri çox qəşəng qaldırır. Sadə makyaj elədiyim üçün bir dənə Miss Stacy'nin bu dodaq qələmindən, bir də belə bir NYX-dən olan dodaq boyasından istifadə edəcəm. Bu aralar favori parfümüm budur. Qızlar, əsl yay ətridir də bu. Çox belə yüngüldür. Aksesuarlar gətirmişdim. İnanırsınız, bir dənə sırğa axtarırdım deyə ailəm burada deyib bir-birinə. İndi də bunları yığmağa axotum yoxdur. Çünki uşaqlar hamısı həyətdədir, hovuza gediblər. Mən isə sizə otağı göstərmək istəyirdim, ona görə qaldım. Deməli, yaxşı ki, burada soyuducu var. Bilmirdim ki, necə olacaqdı. Yoxsa 2 dənə su alıb qoydum ki, su olsun. Çünki dəhşət bu aralar suzlayıram. Bura gələndən otelə hələ tam rahatlıqla gəzə bilməmişəm də. Maksimum bir dənə hovuza düşmüşəm. Burada belə bir alan var. Amma bilmirəm nə üçün istifadə olunurdu. Belə qəşəng maraqlı aksesuarlar var. Bəyəndim bunları. Yəni dizaynı buranın çox qəşəngdir. Arxada da belə bir oturacaqlar var. Yəqin ki, burada da nəsə yemək falan yeyirlər. Bəli, qızlar, sizə belə bir mənzərə göstərmək istəyirəm. Dəhşət bir şeydir. Həqiqətən çox gözəldir. Aşağıdan da hovuz görünür belə. Yəni çox gözəldir də buralar. Baxın, buradan belə görünür. Bura düzdür, yuxarı mərtəbədir. Çox istidir də bura. Amma ki, mənzərə yəni çox qəşəngdir. Baxır. O bayaq göstərdiyim ilk hovuza baxırdı. Bu da yolda. Burada belə qəşəng ağaclıqdır.
Şəkillər hər zaman kimi qabaqda gedir. Otelin ümumi görüşünü də belə sizə göstərim. İnanırsınız, şəkil çəkdirmək üçün çox qəşəng yerlər var burada. Amma sadəcə hələ vaxt tapıb mən o şəkilləri çəkə bilmirəm. Qabaqda hovuz var. İndi isə buradan keçəcəyik səhər yeməyinə, hovuzun yanından. Aşağıda, necə deyim sizə, qəşəng oturacaqlı yerlər var. Yeməyi orada yemək üçün getmişdik. Yəni, gözəl görsənirdi oralar. Əslində, burada da oturub yemək olar. Sadəcə, mən daha çox təbiət mənzərəsində olmaq üstün tuturam. İndi sizə restoranı da göstərəcəm. Planlamışdım ki, səhər saat 7-də durub düşəcəm bura. 7-də deməyəm, ondan əvvəl düşməyi planlayırdım. Gün doğuşunu izləmək istirdim. Amma sadəcə axşam o qədər yorğun idim ki, alınmadı. Çünki Uğur məni bu gecə yatmağa imkan verməyib. Ona görə ayıla bilmədim. Sabah da axırıncı günümüzdür bizim. Ümid edirəm ki, sabah səhər tezdən durub düşərəm. Tatlısın. Yazığın ayağı yoxdur amma. Nədir quşu? Uğur qorxdu bir şeydən. Bu da otelin içərisində yerləşən restoran kimi bir yerdir. Hər biri müxtəlif bisetkalardan ibarətdir. Qızlar, restoranlar burada aşağıdadır. Özümüz bura gəlirik ki, təbiət qoynunda olaq. Amma həqiqi sözümün mənası, belə mənzərəli yerləri daha çox sevirəm. Sanki ruhum dizlik tapar. Qalacağımız yerlər, baxın, belədir. Meşənin qoynunda. Hər hissəyə bir oturmağa yer qoyublar. Gündüz yox, məncə axşam da daha qəşəng olur. Düzdür, gündüzdə maraqlı olur. Məncə axşam daha yaxşı olur, çünki işıqlar falan var burada. Səhərin gözü açılmamış. Bu deyəsən alçadır. Dünən də yemişdim. Çox dadlıydı da. Dedim səhər yeməyə gələnə qədər yeyeyim. Aycan. Bak ne yemek istiyorsan? Kimin evini yıkmak istiyorsun yine? Bak ne... Balık yiyorum. Ha, Ha, bir şey gitti. Bu nədir bugün? Konumla aktardı harada orada. Yeməyimizi yeyib biraz istirahət elədikdən sonra meşəyə düşməyə qərar verdik və bu andan etibarən başıma da gəlməyən bir hadisə qalmadı. Biz meşəyə düşəndə artıq hava qaralırdı. Qaydanda isə demək olar ki, gözü görmürdü. Mən də ki, belə yerlərdən biraz qorxuram, çünki qaranlıqdır, tanımadığım, bilmədiyim bir yerdir. Hemen bu köy ne olmamış? Ben meşede geldim. Kalağım değilse tırmanacağım. Ama orada tırmanacak var. Amerikan kaynan buralar üzerine böyle olacak. Bilmiyorum. Masal kaynağı böyle. Orada gitti. Yani bir şey yapıp çekende bu katlar saralsın. Saralını düz çekersin. Tamam, o kamera olmamış. Qorxmağımın əsas səbəbi isə mənim orada qarşıma qaranlıqda inəyin çıxması idi. Mən isə ətrafımdakılara baş sala bilmirəm ki, mən inəkdən qorxmuram. Sadəcə o mənim qabağıma qəfildən çıxdı. Ona görə də mən biraz panik atak keçirmiş kimi oldum. Amma ki, qorxuma dəyər bir mənzərə idi bu. Buradan baxanda isə çayı görürük biz. Əsas da məqsədimiz bizim aşağı çaya baxmağa düşmək idi. Onda var o sıfat. Uşaq atıb qatır. Çek. Çek. Vloglarımı əlavə eləyəcəm. Necə qorxa-qorxa keçirəm yanından. Sen görmedin? Növbəti gün isə artıq bizim istirahətimizin son günü idi. Həqiqətən çox belə dolu-dolu, gözəl keçən bir günlər oldu bizim üçün. Rəbbimə sonsuz şükürlər olsun. Vlogumun sonları da artıq. Bu vlogu axıra qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti vloglarda görüşmək diləyilə. Kanalına abunə olmağı unutmayın.